Salam olsun hidayətə tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar. Quranda peyğəmbərlərimizin, sonra siddiqlərin, gözəl insanların duaları var. Onlardan yığdığımı, konspektə yazdıqlarımı mən də çoxunu əzbər bilirəm, çoxunu da yadından çıxır. Amma indi təkrarlayaq, o duaları etmək elə bəsdir. Ancaq Allah bir qədərini bildirir. İnsanların etdiyi digər dualar da gözəldir. Gözəl dua Allaha edilən duadır, haqq duadır. Əvvəla onu deyim ki, peyğəmbərlər həmişə deyiblər ki, hansına qarşı çıxırlar. Onlar deyiblər, ey Rəbbim, onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et, qövmləri. Və bizə də aid olan duaları edək. Fatihə surəsi 5, 6, 7. Ey Rəbbimiz, mən o hansı surədə, hansı nömrədir, ayənin nömrəsini deməyəcəm, dualar deyəcəm inşallah. Bir dənə axırda deyərəm amma, yəni bir dua etmək istədim. Allahım bizi haqqı bilənlərdən, haqqa tabi olanlardan və haqqı yaşayanlardan eylə, ya Rəbbim. Dünyaya olan güvənimizi, dünyaya olan dalğınlığımızı qaldır. Bunu axırda deyərəm. Amin. O dua gözəl duadır. Gözəl müəllim, alim, Aydın mülayimdəndir. Onu axırda inşallah deyəcəm. Allahdan önə keçməyək. Ey Rəbbimiz, yalnız sənə qul olub və yalnız səndən kömək diləyirik. Bizi doğru yola yönət, bəxtəvərlik verdiyin kimsələrin yoluna, qəzəbə düçar olanların və haqdan azmışların yoluna deyil. Amin. Rəbbimiz, bizə dünyada da gözəllik ver, axirətdə də gözəlliklər bəxş et. Bizi cəhənnəm əzabından qoru. Rəbbimiz, üzərimizə səbir yağdır, ayaqlarımızı sabit qədəm et. Kafir qövmə, kafirlər topluluğuna qarşı bizə yardım et. Rəbbimiz, sənin tapşırdıqlarını unutduqda və ya yanıldıqda cəzalandırma. Rəbbimiz, sənin tapşırdıqlarını unutduqda və yanıldıqda cəzalandırma. Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə də ağır yük yükləmə. Rəbbimiz, bizə gücümüzün çatmadığı şeyləri yükləmə. Bizi bağışla, bizə acı, bizə mərhəmət et. Sən bizim Mövlamızsan, sən bizim Mövlamızsan. Kafirlərə qarşı bizə yardım et. Rəbbimiz, günahlarımıza və işimizdə həddimizi aşdığımıza görə bizi bağışla. Ayaqlarımızı sabit tut, kafirlərə qarşı bizə yardım et. Ey Rəbbimiz, bizə öz dərgahından mərhəmət bəxş et, işlərimizə fəyəc ver və doğruluğa çatmağı asanlaşdır. Rəbbimiz, bizə çoxlu səbir ver. Rəbbimiz, bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür. Rəbbim, ey gözəl Rəbbim, qurban olum Rəbbim, ey gözəl Allahım. Səndən bilmədiyim şeyləri istəməkdən sənə sığınıram. Sübh namazın vaxtıdır cəmaət, inşallah qılarıq. Allah qəbul eləsin gözəl ibadətlərimizi, amin. Ey Rəbbim, səndən bilmədiyimi istəməkdən sənə sığınıram. Səndən bilmədiyimi istəməkdən sənə sığınıram. Məni bağışlamasan və mərhəmət etməsən, həqiqətən mən ziyana uğrayanlardan olaram. Rəbbimiz, sən bizim gizlətməkdə olduğumuzu da, açıqladığımızı da bilirsən. Yerdə də, göydə də heç bir şey Allaha gizli qalmaz. Rəbbimiz, məni və mənim nəslimdən gələnləri namaz qılanlardan eylə. Rəbbimiz, duamızı qəbul elə.
Rəbbim hesab günü gəldiyi zaman ata-anamı, möminləri bizi bağışla. Bizi odun əzabından qoru. Rəbbim, məni daxil edəcəyin yerə xoşluqla daxil et və məni çıxaracağın yerdən də xoşluqla çıxar. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver. Rəbbim, mənim köksümü açıb genişləndir, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü anlasınlar. Mənə ailəmdən yardımcı görevləndir. Arxamızı möminlərlə möhkəmləndir ki, səni birlikdə gözəl-gözəl çoxlu zikr edək. Səni çox xatırlayaq, şübhəsiz ki, sən bizi görürsən. Ey Rəbbim, məni yalnız buraxma, sən varislərindən yaxşısısan. Əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, istədiyinə himayə edən, amma özünün himayəyə ehtiyacı olmayan kimdir? Allahdır. Deyəcəklər ki, Allahdır. Soruşanda hamı elə deyir. Elə isə şeytana aldanıb, haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız ona ibadət etməkdən nə cür döndərilirsiniz? Ya Allah, davam edin. Rəbbimiz, iman etdik. Bizi bağışla, bizə mərhəmət et. Sən mərhəmət edənlərindən yaxşısısan. Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən uzaq tut. Şübhəsiz ki, onun əzabı həmişəlikdir. Doğrudan da o nə pis məskən, nə pis yerdir. Rəbbimiz, bizə yoldaşlarımızdan və övladlarımızdan sənə itaat etməklə bizi sevindirib gözümüzün nuru olacaq nəsil ehsan buyur və bizim müttəqilərə imam et. Ey Rəbbim, mənə hikmət bəxş et və məni salihlərə, sənin rızanı qazananlara qovuşdur. Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə. Mənim nəyim cənnətlərinin varislərindən et. Qiyamət günü məni rüsvay etmə. O gün ki, nə mal dövlət, nə də övlad bir fayda verər. Ancaq sağlam, yəni təmiz, daxilində şək şübhəyə, küfrə, şirkə, nifaqa yeri olmayan bir qəlblə, ancaq sağlam bir qəlblə Allahın huzuruna gələn kimsədən başqa. Rəbbim, doğrusu mənə verəcəyin xeyri ilə möhtacam ki. Rəbbim, sənin mənə nazil edəcəyin xeyrə möhtacam. Ey Rəbbim, fitnə, fəsad törədən qövmə qarşı mənə yardım et. Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş din qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz, sən həqiqətən eşidənsən, bilənsən, şəfqətlisən, mərhəmətlisən. Ey Rəbbimiz, biz ancaq sənə təvəkkül etdik, tövbə edib, inandıq, ancaq sənə tərəf qayıtdıq. Tövbə edib, ancaq sənə tərəf qayıtdıq. Axır dönüşümüz ancaq sənin huzurundadır. Ey Rəbbimiz, bizi kafirlər üçün sınaq vasitəsi etmə. Bizi fitnə səbəbi qılma Allahım. Bizi bağışla, ey Rəbbimiz, həqiqətən sən yenilməz qüvvət sahibi, hikmət sahibisən. Ey Rəbbimiz, bizim nurumuzu tamam kamal elə və bizi bağışla. Həqiqətən sən hər şeyə qadirsən. Ey Rəbbim, mənim elmimi artır. Ey Rəbbim, mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətlərə görə şükr etmək və sənin razı qalacağın işlər görmək üçün ilham ver. Və məni öz mərhəmətinlə salih bəndələrinin zümrəsinə daxil et. Ey Rəbbim, mənə və ata-anama siz buranı inşallah oxuyanda hər kəs özü gözəl-gözəl deyəcək, amma mən davamını deyim. Mən sənə tövbə etdim, ey Rəbbim. Nəslimi əməli salih et.
Şübhəsiz ki, mən müsəlmanlardanam. Yəni özünü can dildən Allaha təslim edən müsəlmandır. Ey Rəbbimiz, indi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al. Ey Rəbbimiz, öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini və qiyamət günündə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə. Əlbəttə, sən öz vədinə xilaf çıxmazsan. Ey Rəbbimiz, bizə bolluca səbir əta et və bizi müsəlman olaraq öldür. Ey Rəbbimiz, mənə hikmət bəxş et, məni salihlərə qovuşdur, sonra gələnlər arasında mənə yaxşı ad qismət eylə. Məni nəyim cənnətlərinin varislərindən et. Ey Rəbbim, mən şeytanların vəsvəsələrindən sənə sığınıram. Onların yanında olmalarından, işlərimə xələl qatmalarından sənə pənah gətirirəm. Ey Rəbbim, ey Rəbbimiz, mənim üçün öz dərgahında cənnətdə bir evdir. Məni Firdevs cənnətinin və məni Firdevs cənnətlərində yerləşdir. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmündən xilas et. Ey Rəbbim, ata-anam körpəlikdən mənə navaziş göstərib, tərbiyə etdikləri kimi, sən də onlara acı, sən də onlara rəhm et. Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və Peyğəmbərinə tabi olduq. Artıq bizi haqqa şahid olanlarla bir yerdə yaz. Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra ürəklərimizin sürüşməyinə izin vermə, azmağına izin vermə. Bizə öz tərəfindən bir mərhəmət bəxş et, çünki sən həqiqətən bəxş edənsən. Ey Rəbbimiz, məni xeyir bərəkətli bir yerə çatdır. Sən sığınacaq verənlərin ən yaxşısısan. Ey Rəbbimiz, o da Quran ayəsidir. Ey Rəbbimiz, məni zalimlər üçün sınaq vasitəsi etmə. Məni onların fitnəsinə uğramamağıma yardım et və məni öz mərhəmətinlə zalimlərin əlindən qurtar. Amin, amin. O bayaq dediyim duanı da deyim, sağollaşaq. Ey Rəbbimiz, dünyaya olan dalğınlığımızı qaldır, sənə olan güvənimizi artır, bizə hep səni xatırladacaq, iyilik yapacaq və axirəti dünyadan çox sevdirəcək şeyləri lütf eylə. Ya Rəbbim, mal verdiyində saadət də ver, qüvvət verdiyində ağıl da ver, nemət verdiyində şükür də ver, çətinlik verdiyində səbir də ver, qüvvət verdiyində ağıl da ver, bəla verdiyində iman da ver, cəsarət verdiyində insaf da ver, təvazö verdiyində iffət də ver, izzət də ver, gözəllik verdiyində iffət də ver. Ey Rəbbim, ey gözəl Rəbbimiz, belə dualar çoxdur, amin. Qoy bu da bir də qəşə edim, görüm edə biləcəm. Həmişə birini deyirəm, biri yadımdan çıxır çox vaxt. Təklikdə amma yox. Çəkilişlərdə yadımdan çıxır. Ey Rəbbimiz, mal verdiyində saadət də ver, nemət verdiyində şükür də ver, çətinlik verdiyində səbir də ver, bəla verdiyində iman da ver, iqtidar verdiyində bəsirət də ver, qüvvət verdiyində ağıl da ver, cəsarət verdiyində insaf da ver, bəla verdiyində iman da ver, iqtidar verdiyində bəsirət də ver, gözəllik verdiyində iffət də ver, təvazö verdiyində izzət də ver. Amin, amin, amin. Çox dua eləmək istəyirəm. Sübh namazının vaxtıdır. Yeri düşmüşkən sübh namazında Allahımız buyurur ki, sübhdə insan bağışlanmasını diləməlidir və şam və sübh namazlarında Allaha şükür etmək lazımdır. Həmişə lazımdır. Amma
bu anlarda vacibdir. Ya Rəbbim, unutduqda və ya yanıldıqda bizi cəzalandırma. Ya Rəbbim, yalvarıram, günahlarımı bağışla. Hesab günü gəldiyi zaman ata-anamı, möminləri bizi bağışla. Qurban olma Allahım, bizi cəhənnəm əzabından uzaq tut. Yalvarıram Allahım, əgər sən bizi bağışlamazsan, həqiqətən biz yana uğrayanlardan olarıq. Ya Qafur, Celli Celaluhu, Ya Afur, Celli Celaluhu, Ya Tevvab, Celli Celaluhu, tövbələrimizi qəbul et Allahım. Amin, amin, amin.